Masallıda bir çox kənd təsərrüfatı bitkiləri ilə yanaşı çiyələk də yetişdirilir. Artıq 2 ildir əkilən yeni sortlar xarici bazarlara, əsasən də MDB ölkələrinə çıxış imkanları yaradıb. Və bu günlərdə də sahələrdə bu ətirli, dadlı meyvənin dəriminə başlanıb. Əməkdaşlarımız sujet hazırlayıblar, gəlin birlikdə izləyək. Masallıda hazırda 377 hektar çiyələk plantasiyası var. Bunun 98,5 hektarı yeni salınan sahələrdir. Rayonun Şərəfə kənd sakini fermer Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk, sarımsaq və digər kənd təsərrüfatı bitkiləri əkir. 3 hektar sahədə çiyələk yetişdirən fermer deyir ki, mart ayında leysan yağışlar onları bir qədər çətinə salsa da sahəni dirçəldə biliblər. Bir neçə ildir əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları yaradıb. Aprelin əvvəllərindən başlanan dərim hələlik örtülü sahələrdə aparılır. Cənub rayonlarında hazırda temperatur 15, 16, 18 dərəcə aralığında olduğundan çiyələk tədricən qızarır. Bunun üçün də 3-4 gündən bir yığım həyata keçirilir. Hardasa 25 dərəcədən yuxarı temperatur olduqda isə gün aşırı və gündəlik kütləvi yığımdan davam olunacaq. 10 günə yaxın demək olar ki, dərişimizi əsasən Rusiya bazarı üçün dəririk. Rusiya, Qazaxıstan bazarlarına göndəririk çiyələklərimizi. Ondan qabaq daxili bazarda, yəni Bakı bazarlarında satırdı, ümumi rayonlarda belə götürəndə satılırdı. Əvvəl 8 manatdan satdı, amma Rusiya bazarı açılandan sonra da ümumi belə kütləvi biraz yığım olduğuna görə 3 manat 50 qəpik, 4 manata Rusiya bazarına çiyələk verir. Biz bunu elə bil Bakı daxili bazara da veririk, daxili bazara. Bir də Rusiya elə bil xaladeniklərə veririk. Onlar da gedir Rusiyaya. Rusiya hardasa yığmışıq, bir 10 tona yaxın yığmışıq. İndi bu dəqiqə xaladeniklər Rusiya bazarına 3 manata yığırlar. Daxili bazarda biraz elə bil məhsul az getdiyinə görə orada qiymət fərqi 3 ilə 3.50 arasıdır. Fermerlər sosial şəbəkələrdə çiyələyə qızarması üçün təhlükəli maddələrin vurulmasına dair yayılan görüntülərə də münasibət bildirib. Onların sözlərinə görə həmin görüntülər il boyu çəkdikləri zəhmətə kölgə salır. İşbazların bizim işimizə maneə törətməkləri, o müstəqil ekspertlərin danışıqları biz fermerlərə çox pis təsir edir. Biz əkirik, bir də 6 aydan sonra Allah verərsə biz buradan süfrəmizə çörək aparırıq. Bitkidə hansısa element çatışmırsa, bayaqlar sizə göstərdim, göndərmişik kimyəvi, məsələn, torpağın kimyəvi analizini. Orada azot çatışmırsa, kalium çatışmırsa, məcburi buna biz azot verək torpağa, kalium verək, oradan biz nəsə məhsul əldə edə bilərik. Əgər bir çiyələk kolunda məhsul çoxdursa, məsələn, bir var, bir 70 dənə, 80 dənə bir dənə koldacaq. Onun gücü çatmır onu bu boyda böyütməyə. O məcburdur balaca bir formada onu qızarda. Amma məhsul azdırsa, məsələn, tutaq ki, bir kolda 30 dənə, 20 dənə məhsul varsa, o demək kalibri iri olur. Yəni gücü çatır onu yetişdirməyə, böyütməyə. O sosial şəbəkədə dərmanla olsa cəmaət yatmaz. Elə gecə-gündüz dərmanı verər ki, mən alma boyda eləyim bunu və yaxud da qarpız boyda eləyim. Daha tez qızarır. O mümkün olan bir şey deyil. Bu təbii qızarmalıdır. Azərbaycan çiyələyinə artan tələbat investorların da bu sahəyə marağını artırıb. Masallıda artıq 4-cü soyuducu ambar tikilir. 225 ton tutumu olan soyuducu ambar kompleksi logistik mərkəz kimi fəaliyyət göstərəcək. Biz də bir sahibkar kimi uzun müddətli bir 3-4 ildir bir xaladenlik tikmişdik. Biz də gördük ki, buna tələbat böyüdü. İnşallah orada bizim 170 tonluq xaladenlikimiz var idi. Bu illəri isə 225 tonluq böyük bir həcmli xaladenlik tikirik. Dövlətimiz sağ olsun, bizə dəstək olur. Yəni çoxaltmağımızda və ya xaladenlikin tikilməsində bizə dəstəkdir hər zaman. Ötən il rayonda tədarük olunan 3000 tona yaxın çiyələyin 1800 tonu MDB ölkələrinə ixrac edilib. Bu ilki istehsalın isə 2 dəfə artacağı proqnozlaşdırılır. Mövsümün çiyələk yığımı hava şəraitindən asılı olaraq oktyabr-noyabr aylarına dək davam eləyəcək.